Herkese salam olsun. Bağışlayın siz Allah, haqqınızı halal eləyin. Mən sizə müraciətdə bulunmaq istəyirəm. Mənim 2 gündür Paşa bizim ailənin üzvüdür. Bizə oğul əvəzidir. 2 gündür külək aparıb pəncərədən qaçıb. Çox xahiş edirəm, yardımcı olun onun tapılmasına. Uzağa gedəməsə salam olsun. Bir daha hər kəs haqqını halal eləsin mənə. Arkadaşlar, sizin sayənizdə başda Mida qrupu, Park Yasamal, Kristal qrupu, Kərim bəy, Elxan bəy, digər adminlər başda olmaq şərti ilə, ən başlıcası bizim bu qızımız Kərim bəyin qızı olmaq şərti ilə. Çünki bu çəkilişi o elədi. Bu o Rusun bir söz var, mən türksəm, mənim danışığım türk, rus, azəri qarışığıdır. Anlada bilirəm. Mükəmməl, heç bir dili mükəmməl bilmirəm. Belə böyümüşük. Bu случайно yolda qarşıma çıxdılar. Bu adamlar mənim çəkiliş elədi. Sizlərin dəstəyinizlə, sizlərin köməkliyinizlə biz Paşanı tapdıq. Paşa bu pəncərədən qaçmışdı. Hər zaman sabah buranı havalandırırıq evi. Bu da çıxır yuxarıda oturur, bax burada havalanır. Dışarı çıxmaq şansı yoxdur bunun. Külək buradan yuyub aparmışdı. Apardı. Düzdür, biraz ağrıdıq, acıdıq. Amma sonuçta Paşaya qovuşduq. Yenə də sizin sayənizdə vallahi gedib bayıldan tapmışıq. Bayıldan sizin paylaşımlarınız sayəsində bayıldan bir bölüm aradılar ki, baxın görün getdik tutuşturduq pasportu ilə falan ora bura hamısını tutuşturduq. Bizim oğlandı, Paşadır. Bir də onu söyleyeyim, qurban olduqlarım. Dün belə bir dalga keçdiniz də mənlə, oğludur, quşdur falan ora bura. Bu mənim oğlum deyil, bu mənə oğul əvəzidir. Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalan.